Deyir, Allaha sən deyirik, başqa hörmətli adama siz deyirik. Bu belə də olmalıdır. Niyə? Əvvəla Allaha siz demək olmaz. Birinci onun zahir tərəfinə ki, bir tohidi məsələdir bu. Bu bir, cəm halda Allaha deməzlər siz. Bu bir. İkincisi də ki, siz sözünün içərisində bir dənə rəsmiyyət var. Amma sən sözünün içərisində bir səmimiyyət var. Bir varlıq ki, sənə şah damarından yaxındır, ona elə sən deyərsən, siz deməzsən. Siz deyəndə artıq bir rəsmiyyət olur. Dost qardaş arasında da rəsmiyyət olmur. O nöqteyi nəzərdən. Həm bunu dedim, o sən deməyimə bir bəraət qazandırdım. Həm də ki, o məsələ ki, var ki, cəmaat bu sözü çox işlədir də, Allaha sən deyirik, filan kəsə siz deyirik. Filan kəsə elə siz demək lazımdır. Bir adamla rəsmi danışıq gedirsə, elə siz demək lazımdır. Bu, onun bu tərəfi.